Rəvayət olunur ki, Həzrət Əlinin xəlifəliyi dövründə Bəsrə və Kufə əhli arasında belə bir mübahisə düşür. Elm üstündür, yoxsa var dövlət? Bəsrə əhli deyir ki, elm var dövlətdən üstündür. Kufə əhli isə əksinə deyir. Deyir ki, var dövlət dünya malı elmdən üstündür. Bu sualda kimin doğru olub olmadığını bilmək üçün 12 nəfər Əli əleyhissalamın hüzuruna gəlir. Amma başqa bir mənbədə isə belə deyilir ki, Əli əleyhissalamın düşmənlərindən ona xain olan və elminə şübhə edən 10 nəfər öz aralarında düşünüb bu qərara gəlirlər ki, biz ayrı-ayrılıqda ardıcıl olaraq Əliyə belə bir sual verək. Elm üstündür, yoxsa dünya malı var dövlət? Əgər o bizim bu sualımızın cavabına ən uzağı 2-3 fərqli izahdan sonra təkrarçılıqla eyni izahlar verərsə, deməli biz haqlıyıq. Onun elmi o qədər də çox deyil. Yox, əgər eyni bir sualın cavabına hər birimiz üçün tam fərqli, ayrı-ayrı izahlar verərsə, Əlinin elminə heç bir şübhə yoxdur. Və Peyğəmbərin onun haqqında dediyi, mən elm və hikmət şəhəriyəm, Əli də onun qapısıdır, hədisi doğrudur. Əslində onların bu hədisə olan şübhəsi haşa Peyğəmbərimizin özünə onların dil uzatmalarıydı. Yəni yuxarıda dediyimiz istər 10 nəfər olsun, istər 12 nəfər olsun, burada əsas məqsəd Əli əleyhissalamı imtihana çəkməkdir. Düşünsək görərik ki, eyni bir suala bədahətən bir-birinə bənzəməyən 12 fərqli izah vermək, bu olduqca çox böyük imtihan, çox böyük sınaqdır. Verilən sualın çətinliyi də ondan ibarətdir ki, sualın bir cavabı var, amma bir-birinə bənzəməyən 12 fərqli izah verilməlidir. Odur ki, bu məqsədlə Əli əleyhissalamın hüzuruna gəlib, ardıcıl düzülərək bir-birinin ardınca eyni bir sualı verirlər. Birinci adam Əli əleyhissalamın hüzuruna gəlib deyir ki, ya Əli, elm üstündür, yoxsa var dövlət, dünya malı? Əli əleyhissalam buyurur ki, elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elm peyğəmbərlərin mirasıdır. Var dövlət, dünya malı, Fironların, Nəmrudların, Qarunların, dünya hökmdarlarının mirasıdır. Birinci adam cavabını alıb gedir, ikinci adam gəlir. Ya Əli, elm üstündür, yoxsa dünya malı var dövlət? Əli əleyhissalam buyurur ki, elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elm sahibi dünyadan köçəndə elmi də özü ilə gedir. Amma var dövlət sahibi dünyadan köçəndə kəfənin cibi yoxdur. Ora var dövlət sığışmır. Dünya malı dünyada qalır, əldən ələ keçir. İkinci adam çəkilib gedir, üçüncü adam gəlir. Ya Əli, elm üstündür, yoxsa dünya malı var dövlət? Elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elm sahibinin dostu, mal sahibinin düşməni çox olar. Üçüncü adam çəkilib gedir, dördüncü adam gəlir. Ya Əli, elm üstündür, yoxsa dünya malı var dövlət? Elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elm xərcləndikcə artır, mal isə azalır. Dördüncü adam çəkilib gedir, beşinci adam gəlir. Ya Əli, elm üstündür, yoxsa dünya malı? Elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elm sahibi şərəfli, hörmətli, möhtərəm adlarla çağırılır. Var dövlət sahibi isə simic, xəsis kimi adlar qazanır. Beşinci adam çəkilib gedir, altıncı adam gəlir. Ya Əli, elm üstündür, yoxsa dünya malı? Elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elmin oğrudan qorunmasına ehtiyac yoxdur. Malın isə qorunması vacibdir. Altıncı adam gedir, yedinci adam gəlir. Ya Əli, elm üstündür, yoxsa dünya malı? Elm daha üstün, daha xeyirlidir. Niyə?
Çünki zaman keçdikcə elm öz dəyərini qoruyub saxlayır və heç vaxt azalmır. Amma dünya malı zaman keçdikcə köhnəlir, çürüyüb məhv olub gedir. 7-ci adam gedir, 8-ci adam gəlir. Ya əli elm üstündür, yoxsa dünya malı? Elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elm qəlbi gücləndirir, dünya malı zəiflədir. 8-ci adam gedir, 9-cu adam gəlir. Ya əli elm üstündür, yoxsa dünya malı? Elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elm təvəzzökarlıq yaradır, dünya malı isə təkəbbür. 9-cu adam gedir, 10-cu adam gəlir. Ya əli elm üstündür, yoxsa dünya malı? Elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elm insanda mərhəmət yaradır, dünya malı sərvət, xəbislik yaradır. 10-cu adam gedir, 11-ci adam gəlir. Ya əli elm üstündür, yoxsa dünya malı? Elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki qiyamət günü elm sahibi Sirat körpüsündən rahat keçər, mal sahibinin isə oradakı sorğusu daha çox olar. 11-ci adam gedir və ən nəhayət sonuncu 12-ci adam gəlir. Ya əli elm üstündür, yoxsa dünya malı? Elm daha üstün, daha xeyirlidir. Niyə? Çünki elm sahibi Allahlıq iddiasında olmaz. Amma mal, sərvət sahibi Allahlıq iddiasında olar Firon kimi. Sonuncu adam öz cavabını alıb, sorğu bitdikdən sonra Əli əleyhissalam deyir ki, and olsun Allaha, qiyamətə qədər bütün bəşər gəlib bu suala məndən cavab sorsalar, hər birinə veriləsi izahda bir-birinə bənzəməyən fərqli cavablarım var.